Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 4-cü sinif informatika dərsindən simmetrik fiqurların çəkilməsini öyrənəcəyik. Ətrafımızdakı hansı obyektləri simmetrik hesab etmək olar? Simmetriya ümumiyyətlə o deməkdir ki, bir obyektin müəyyən xətt, müstəvi və ya mərkəz üzrə tamamilə eyni formada əks olunması mümkündür. Ətrafımızda gündəlik gördüyümüz bir çox əşya və təbiət hadisələri simmetrikdir. Misal üçün, təbiətdə olan simmetrik əşyalara, obyektlərə misallar deyək. İnsan üzü və bədəni şaquni ox üzrə təxmini simmetrikdir. Kəpənəklərin qanadları, qar dənəcikləri, yarpaqların çoxu, xüsusilə də misal üçün palıd, qovaq yarpaqları simmetrikdir. Günlər, misal üçün çoban yastığı, nanə, bunların simmetrikdir. Məişətdə olan obyektlərə aid misallar verək. Misal üçün, masalar, xüsusən kvadrat və dairəvi masalar, qapılar və pəncərələr, plitələr, kvadrat, düzbucaqlı və dairəvi formada olan, mebellərin çoxu, məsələn, kreslo və divanların forması, memarlıqda simmetriyaya aid misallar deyək. Misal üçün, məbədlər və məscidlərdə günbəzlər, ənənəvi xalça naxışları, heykəllər və abidələr, tarixi saray və qalaların giriş qapıları və s. Bunlar simmetriyaya aid nümunələrdir. Əlifbadakı hansı hərflərin iki simmetriya oxu var? Demək, Azərbaycan əlifbasındakı hansı hərflərin iki simmetriya oxu var? Onlara nəzər yetirəcəyik. Açaq Paint proqramımızı. Burada misal üçün yazırıq. Gəlin bunu yığışdıraq. Yazırıq A hərfi, böyük A hərfi. Bunun ölçüsünü böyüdək. Biraz da böyüdək, gəlin 100 edək. Lap böyütdük. Baxın, A hərfi. A hərfimiz. A hərfimiz görək nəyə əsasən simmetrikdir. Burada biraz bəzəkini yazıbdır. Misal üçün, gəlin bunu biz əllə yazaq. Və belə. Burada sağ tərəfin biraz bəzək olsun deyə qalın yazıb. A hərfi şaquni oxa nəzərən, baxın, yəni bu oxa nəzərən simmetrikdir. Baxın, belə qatlasaq, bu üzlər üst-üstə düşəcək. Baxın, burada şaquni oxa, yəni bu oxa nəzərən simmetrikdir. Sonra H hərfimizə baxaq. Ancaq üfüqi oxa nəzərən simmetrik deyil. Baxın, belə çəksək, qatlayanda üst-üstə düşməyəcək. H hərfimizə baxaq. Yazaq. H hərfi böyük. H hərfimiz baxırıq. Həm üfüqi, həm şaquni oxa nəzərən simmetrikdir. H budur, baxın. Baxın, şaquni oxa nəzərən belə tən ortadan xətt çəksək, bir dənə xətti götürək. Qatlayanda üst-üstə düşəcək və həmçinin buradan ortadan bir xətt çəksək, yenə qatlayanda üst-üstə düşəcək.
Yəni həm şaquli, həm üfüqi oxa nəzərən H hərfimiz simmetrikdir. I hərfimizə baxaq. I hərfimiz baxın, I hərfimiz bir dənə xəttdir. Bu sadəcə şaquli oxa nəzərən üfüqi oxa nəzərən simmetrikdir. Baxın, qatlayanda üst-üstə düşür. Sonra M hərfimiz. M hərfimizə də baxaq. M hərfimiz sadəcə şaquli oxa nəzərən simmetrikdir. Baxın, M budur. Belə, belə, belə. Bu isə baxın, ancaq şaquli oxa nəzərən yuxarıdan aşağı olan oxa nəzərən simmetrikdir. Buradan belə bir xətt çəksək, qatlayanda üst-üstə düşəcək. O hərfimiz yumru dairə olduğu üçün həm, baxın, o budur da elə bir ki. O həm şaquli, həm də üfüqi oxa nəzərən simmetrikdir. Baxın, belə də xətt çəkəndə qatlayanda bu tərəflər üst-üstə düşəcək. Belə də xətt çəksək, qatlayanda üst-üstə düşəcək. Sonra gəldi X hərfimiz, X hərfimiz. X. X baxın, belədir. Mən bunu biraz buranı böyütüm. Baxın, X hərfimizdir bu. X-ni təzədən çəkək. Bir dənə də X çəkək özümüz. Baxın, X həm üfüqi, həm də şaquli oxa nəzərən simmetrikdir. Baxın, belə şaquli oxa nəzərən də bunu qatlasaq üst-üstə düşür və üfüqi oxa nəzərən də qatlayanda üst-üstə düşür. Deməli, bizdən soruşurdu ki, əlifbadakı hansı hərflərin iki simmetriya oxu var? Hansının iki simmetriya oxu var? H hərfi, belə də üfüqi oxa nəzərən də qatlayanda üst-üstə düşür. Şaquli oxa nəzərən də birinci H hərfi, buna işarə qoyaq. Sonra O hərfi və X hərfi, X hərfi. Bu üçünün iki simmetriya oxu var. Bu da aydın oldu, davam edək. Ötən dərsdə siz şəklin fraqmentinin döndərilməsi alqoritmi ilə tanış oldunuz. Burada fraqmenti həm üfüqi, həm də şaquli oxa nəzərən döndərmək imkanı var. Qrafik redaktorun bu imkanından çox zaman simmetrik fiqurların çəkilməsində istifadə olunur. Bu şəkildə obyektlərin, baxaq şəklimizə, çoxu simmetrikdir, yəni onların sağ və sol, yaxud yuxarı və aşağı hissələri eynidir. Kağızda işləyən rəssam obyektlərin simmetrik hissələrini bir-bir çəkməlidir. Qrafik redaktorda isə belə işləri daha asanlıqla yerinə yetirmək olur. Baxaq, burada məsəl üçün bu suyun üzərində əks olunan, baxın bu suyun üzərində əks olunan hissə ilə, mənzərənin bu hissəsi ilə bura eynidir, simmetrikdir.
Suda elə bil ki, güzgü əksidir. Həmçinin günəşin burada əks olunub. Bu hissənin, suyun üzərinə düşən hissənin əksi olunubdur. Və bunu rəssam bir-bir ənlə çəkməlidir. Ancaq qrafik redaktorda isə belə işləri daha asan yerinə yetirmək mümkündür. Baxaq şəkillərimizə. Bu şəkillərin çəkilməsində üfüqi yoxsa şaquni döndərmədən istifadə oluna bilər. Baxaq. Baxın, saxsı qabdır. Buranı bağlayaq. Açaq yenidən. Baxın, bu saxsı qabı hamısı düşmədi. Buna baxmayaraq, baxın, bunu hansı oxa nəzərən simmetrik hesab etmək mümkündür? Şaquni oxa nəzərən. Baxın, buradan bir dənə belə xətti biraz nazik edək. Sərqən olsun. Şaquni, baxın, yuxarıdan aşağı belə oxa nəzərən qatmasaq, eyni üst-üstə düşəcək. Deyək, bu şəkillərin çəkilməsində üfüqi yoxsa şaquni döndərmədən istifadə oluna bilər, şaquni. Sonra yarpaqdır. Yarpağa baxaq bir dənə. Bu hissəni də gətirək bura. Baxın, bu yarpağı üfüqi oxa nəzərən simmetrik etmək olar. Baxırıq. Üfüqi oxa nəzərən. Baxın, qatmasaq üst-üstə düşəcək. Sonra gələk bu kəpənəyə. Kəpənəyimizi götürək. Buradan. Baxın, kəpənəyimizin həm üfüqi, həm də şaquni oxa nəzərən simmetrik hesab etmək olar. Məsələn, şaquni oxa nəzərən belə qatmasaq, sağ və sol tərəfləri üst-üstə düşəcək.
Həmçinin üfüqi oxa nəzərən də belə üfüqi ox çəkib qatmasaq, yuxarı və aşağı tərəfləri üst-üstə düşəcək. Simmetriyası olan fiqurun çəkilməsi. Paint proqramında fiqurun hissəsini çək. Misal üçün, bu hissə tutalım ki, çəkilib. Bizdə yolka ağacı var. Yenisini açaq. Yolka ağacımızı bura kopyalayaq. Yəni yenində qurulan şam ağacımızı. Və bunun gəlin əvvəla bu hissəsinin yarısını götürək. Bu hissəni kopyalayaq. Buranı silək. Buranı gətirək biraz bura. Baxın, bu hissə tutaq ki, çəkilib. Həmin şam ağacının, yenində qurulan şam ağacının yarısı çəkilib. Paint proqramında deyir fiqurun hissəsini çək, tutalım bunu çəkdik. Sonra Select seç düyməsini çıqqıldat. Açılan siyahıdan öncə sərbəst formanı seçin, Free Form Selection bəndini, sonra isə şəffaf seçim, Transparent Selection bəndini qeyd et. Gəlin seçək Select. Buradan bunu seçirik və bunu seçirik. Baxın, bu ikisi seçildi bizdə, eyni buradakı kimi. Və deyir ki, sıçanın göstəricisini çəkdiyin fiqurun ətrafında bir nöqtəyə apar. Sol düyməsini basıb saxlamaqla sıçanı elə hərəkət etdir ki, fiqurun ətrafında qapalı xətt çəkilsin. Sıçanın düyməsini burax. Bunu əvvəlcə bunu götürək, gətiririk şəklimizi biraz bura, sonra bunu açırıq, Freeform Selection və Transparent bunu seçirik. Daha sonra baxın bu formada. Çəkdik. Klaviaturada Ctrl klavişini basıb saxla, sıçanın sol düyməsini basmaqla seçilmiş fraqmentin yerini dəyiş və sıçanın sol düyməsini burax. Nəticədə eyni yerdə seçdirilmiş fraqmentin sürəti alınacaq. Baxın, sürətini bu şəkildə aldıq. Yeni fraqmenti şaquli oxa nəzərən döndər. Necə eləyirik? Burada belə. Baxın, Flip Horizontal belə idi. Flip Horizontal etdik, şaquli oxa nəzərən döndərdik. Onu birinci fraqmentə yaxınlaşdır. Biz burada bunun çox yaxından almadığımız üçün belə oldu. Yəni, bunu çox diqqətli bir şəkildə çəkək.
bu formada da edə bilərik. Ctrl basıb saxladıq və buradan arada məsafə olduğu üçün üst-üstə yaxşıdır. Gəlin bunu buraya edək. Baxın bu şəkildə mümkün qədər yaxından götürək. Ctrl basını saxlayırıq və bunu döndəririk. Daha sonra gətiririk bu şəkildə bura. Yenə baxın birləşdirdik və şəklini tam aldıq. Sonra baxaq, deyək niyə memarlar binaları adətən simmetrik inşa etməyə çalışırlar. Baxın, memarlıq abidələridir, hökumət binalarının şəkilləridir və bizə həm bu sualı verir. Birincisi, estetik gözəllik baxımından, çünki insan gözü simmetriyanı daha nizamlı və harmonik qəbul edir. Simmetrik binalar insanda gözəllik, simmetrik və mütənasiblik hissi yaradır. İkinci səbəb tarazlıq və sabitlik. Simmetrik quruluş binaların konstruktiv cəhətdən daha möhkəm və tarazlı olmasına kömək edir. Çəkilər iki tərəfə bərabər paylandığı üçün tikilinin dayanıqlılığı artır. Üçüncü səbəb asan layihələndirmə və tikinti. Simmetrik planlaşdırma memarlıqda və mühəndislikdə işləri asanlaşdırır, sadələşdirir. Çünki bir tərəf üçün hazırlanan layihə digər üçün də tətbiq olunur. Dördüncü səbəb ənənəvi və simvolik məna. Tarixi abidələrin çoxu, misal üçün məscidlər, kilsələr, saraylar və s. simmetrikdir. Bu həm dini fəlsəfi anlam daşıyır, həm də mədəniyyətlərdə simmetriya, mükəmməllik və daxili harmoniya rəmzi sayılır. Beşinci səbəb insan psixologiyası. Simmetrik məkanlarda insanlar daha rahat və güvənli hiss edir. Ona görə də yaşayış binaları, hökumət binaları və ictimai yerlərdə simmetriya üstünlük təşkil edir. Yəni memarlar simmetriyadan həm gözəllik, həm də möhkəmlik üçün istifadə edirlər. Şəklin saxlanması alqoritmi. Paint proqramını başlatdıq. Baxın. İstədiyimiz şəkli çəkmişik. Bunu indi yadda saxlamaq istəyirik. Bu düyməsin, baxın, burada bu düymədir. Bizdə faylda. Fayl düyməsini klikləyirik və açılan siyahıdan save as bəndini, sonra isə baxın bunu hansı tipdə saxlayacağımızı bizə göstərir. JPG seçəcəyik biz. JPG Picture variantını seç, müvafiq pəncərə açılacaq. Açıldı bu pəncərə və həmin pəncərədə yeni qovluq yarat və onu öz adınla, məsələn, Alpay adlandır. Gəlirik burada desktopa, yəni işçi masasına və burada məsəl üçün qovluq yaradırıq. Bugünün tarixinə 2025 10-cu ay ayın 3-ü. Yox, burada new folder yazırıq, düyməsini klikləyirik və bunun adını qoyuruq 2025 10 03 və buna daxil oluruq. Bunun da adını qoyuruq, məsəl üçün bu şam ağacı və burada adını da verəndən sonra tipi buradandır. Baxın JPEG seçilibdir artıq. Save düyməsini klikləyirik və artıq bu yadda saxlanılmış oldu.
Daha sonra gəlin Paint proqramımızı bağlayaq və gəlib iş masasında həmin faylı tapaq. Baxın bu fayl qovluğumuzu açdıq. Qovluğun içərisində baxın faylımız, şəklimiz bu şəkildə burada saxlanmış olub. Artıq burada saxlanır. Bunu Paint-dən açmağı da bilirik. Paint-i açandan sonra gəlirik bura. Open. Desktopda həmin qovluq və qovluğun içərisində faylını seçib Open edirik. Buraya baxın, yükləndi. Bunu da öyrəndik. Baxaq. Deyir, Paint proqramında bu şəklin çəkilməsi alqoritmini söylə. Gəlin bu şəkli bacardığımız qədər bənzətməyə, çəkməyə çalışaq. Baxın, 2 dənə düzbucaq oldu. Birinin rəngi budur, birinin bu. İlk öncə bunları edək. Düzbucağımızı çəkirik. Biraz böyük çəkək. Və bunun rəngi, baxın nə rəngdir? Bu rəng biraz çox açıq mavi kimi bir rəngdir. Təxmini belə rəng. Aləti açırıq. Baxın, Film with Color rəng adı oldu. Bunu açdıqdan sonra bu rəngi seçdik. Belə seçirik və qırağına da klik veririk ki, qırağı da xətti tam dəyişsin. Əslində bu rəng deyil, biraz maviyə çalan rəngdir o. Açıq mavi. Gəlin o rəngi almağa çalışaq. Buralarda təxminən. Baxın belə. Biraz da açıq olsun. Belə bir rəng təxminən. Təxminən buralarda bir şey. Belə misal üçün. Buranı çəkdik. Sonra gəlib bir dənə də düzbucaqla çəkək. Növbəti düzbucağımızı çəkək. Oxunla belə endirək. Bərabər olsun. Belə. Buraya gətirdik. Bunu da biraz tünd mavi rəng edək. Biraz belə. Tutalım ki. İndi gəlib təpələri çəkək. Bir dənə.
Senin beni tepe çəkək. Belə təxminən. Və bunun da rəngini qoyaq. Tünd pamıdı rəng. Tünd pamıdı rəng də hardadır? Təxmini bu rəng. Belə bağlayaq bunu. Baxın belə. Bunu da çəkdik. Sonra bir dənə də aşağı çəkək. Baxın belə. Belə bir şey. Qoyduq bura. Və bir dənə də xətt. Bundan belə qoyaq. Bunun da rəngi olsun tünd narıncı. Biraz sarıya çam. Aradakı göy xəttin də rəngini dəyişək. Bu əslində sarı olmalıydı. Belə. Rəngi biraz tünd olacaqdı bunu. Aha. Bu yanında biraz eləyək. Bu rəng. Baxın belə. Digərlərini də çəkirik. Balaca təpə və böyük təpə. Balaca bir belə təpə çəkək. Bunu yerləşdirək tez bura. Bir dənə xətt çəkək. Bunun rəngi olsun tünd. Baxın bu rəng. Biraz tünd belə rəng. Ancaq aşağının rəngini dəyişək.
Aha, bunu buna bitişdirdiğimiz üçün belə oldu. Gələk, başqa bir dənə bu xətti götürək. Rəngin qoyuruq. Tünd bu rəng. Və gətirib tam bitişdirmirik. Bir dənə xətti də çəkək. Və buranın da rəngin yenə bu rəngi eləyirik. Aşağıya da bir dənə çəkəcəyik. Həmçinin bunun bir dənə də böyüyün. Gəlin elə fürsətdən bunun böyüyünü də çəkək. Bu daha böyükdür. Ona görə daha böyük bir xətt çəkirik. Boyda təxminən. Və yuxarıya. Biraz da böyük eləyirik bunu. Bura. Bunun xəttini də gətiririk bura. Bu təpələrimiz yuxarıdakılar hazırdır. Və aşağıda da 2 dənə çəkək. Belə xətt. Bu xətti də dəyişək. Mən narıncı rəng. Biraz tünd bir şey. Belə. Baxın, bu hazır. Digərini də çəkək. Baxın, bu şəkil hazır. Bir dənə qaldı yerdə günəşi çəkmək. Yumru çəkirik. Baxın, yumru bir dairə. Bunu seçirik sapsarı.
ve bunun şəfəqlərini çəkirik. Bu şəkildə və bunun da alqoritmi bu şəkildədir. Gəlin bunu da saxlayaq. Fayl. Burada mənzərə yazaq. Yəni bayaqki yerdə saxlayaq bunu. Bağlayıram və desktopuma, yəni iş masama gəlirəm. Bayaqki qovluğumu açıram və içərisində baxın bu mənzərə adlı şəkildə burada bu vəziyyətdə hazırdır. Beləliklə bu dərs öyrənəcəklərimiz bu qədər. Hər hansı bir sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Əgər videolarımız faydalı gəlirsə, bəyənməyi, kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.